Bir iyon birinci qrupda ox imtahana düşmüş. Suala baxırıq. Y kvadratını atırıq bərabərliyin sağ tərəfinə. Bərabərdir y kvadrat üstəgəl 4y çıxılsın 21. Tam kvadrat olması üçün üstəgəl 25 çıxılsın 25 yazırıq. Burada da tam kvadrat olması üçün üstəgəl 4 çıxılsın 4 və çıxılsın 21 yazırıq. Və mötərizə kvadratı şəklində yazırıq. 2 üstəgəl 5-in kvadratı çıxılsın 25 bərabərdir. Y üstəgəl 2-nin kvadratı çıxılsın 25. Mənfi 25-lər ixtisar olunur. Mötərizə kvadratlarını bir-birinə bərabər eləyirik. Və bu mötərizəni bərabərliyin sol tərəfinə atırıq. Çıxılsın y üstəgəl 2-nin kvadratı bərabərdir 0. İndi isə a kvadratı çıxılsın b kvadratı müxtəsər vurma düsturuna əsasən bunu açırıq. Yəni çıxılsın y çıxılsın 2 vurulsun x üstəgəl 5 üstəgəl y üstəgəl 2 bərabərdir 0. Və hər bir mötərizəni 0-a bərabər eləməliyik. X çıxılsın y üstəgəl 3 vurulsun x üstəgəl y üstəgəl 7 bərabərdir 0. Burada x çıxılsın y olur -3. Burada x üstəgəl y də olur -7. Cavabımız olur -7, yəni A variantı.